Məhlullar. Məhlul nədir? Gəlin əvvəlcə məhlulun tərifi ilə tanış olaq. Həll olan maddə və həll edicidən ibarət bir cinsi sistemə məhlul deyilir. Bu nə deməkdir? Yəni məsələn, biz ümumiyyətlə bu bir cinsi sistemlər haqqında ilk anlayışlarda qarışıqlar mövzusunda tanış olmuşuq. Məsələn, eyni cinsi qarışıqları götürsək, eyni cinsi qarışıqlardan məsələn duz, su qarışığını və yaxud da havanı və yaxud da şəkərlə suyun, spirtlə suyun qarışığını və s. Bu qarışıqların hər biri məhluldur. Niyə? Çünki məsəl üçün duzun suda məhluluna baxsaq, həll olan maddənin həmin suda, sənin orada həll edicin sudur. Həll edicində həll elədiyin maddə duzdur. Həll olan maddə duzla, həll edicin sudan ibarət həmin bir cinsi sistemə biz deyirik məhlul. Məhlullar özü aqreqat halına görə 3 yerə bölünür. Qaz halında olan məhlullar, maye halda olan məhlullar və bərk halda olan məhlullar. Məsələn, hər birinə aid nümunəyə baxaq. Qaz halında olan məhlullara göstərə bilərik havanı. Niyə? Çünki havanın tərkibində oksigen, karbon qazı, azot, təsirsiz qazlar və s. bir neçə qazın qarışığından ibarətdir hava. Yəni qaz halında olan bir məhluldur. Maye halda olan məhlullara duzun suda məhlulunu, şəkərin suda məhlulunu və s. göstərə bilərik. Bərk məhlullara isə metalların əmələ gətirdiyi ərintiləri, məsələn poladı, çuqunu, bürüncü və s. göstərə bilərik. Ümumilikdə məhlulların bütün növləri dispers sistemlərdir. Yəni istəyir o həll olan maddə həll edicidə həll olsun, istəyir həll olmasın. Yəni 2 və yaxud da daha artıq biz necə qarışıqları keçəndə demişdik, maddədən ibarət sistem qarışıq idi. Yəni 2 maddə, bir həll olan maddəni həll edicidə həll elədiksə, aldığımız həmin o sistemə biz məhlul deyirik. Məhlulun bir neçə cür növü var. Ümumiyyətlə bütün məhlulların hamısı dispers sistemlərdir. Bəs yaxşı, dispers sistem nə deməkdir? Gəlin bunun tərifinə baxaq. Deyir ki, bir maddənin hissəciklərinin başqa maddənin hissəciklərinin arasında bərabər paylanmasından alınan sistemə dispers sistem deyirik. Paylanan maddənin, yəni həll olan maddənin ölçüsündən asılı olaraq dispers sistemlər 3 yerə bölünür. Asılqanlar, kolloid məhlullar və həqiqi məhlullar. Əgər paylanan maddənin hissəciklərinin ölçüsü 100 nanometrdən böyükdürsə, onda bu cür məhlullar asılqanlar adlanır. Məsələn, biz asılqanlara heterogen qarışıqları misal göstərə bilərik. Məsəl üçün, yağın suda məhlulunu və yaxud da qumun suda məhlulunu və s. misal göstərmək olar. Asılqanlar özü emulsiya və suspenziya olmaqla 2 yerə bölünür. Nədir bunlar? Əgər həll edicidə paylanan maddə maye haldadırsa, bu onda olur emulsiya. Məsəl üçün, yağla su. Əgər həll edicidə paylanan maddə bərk haldadırsa, onda bu olur suspenziya. Məsələn, qumun su ilə qarışığını misal göstərə bilərik. Bundan başqa, digər dispers sistemə kolloid məhlullar. Kolloid məhlullar nə deməkdir? Həll olan maddənin üzrə paylanan maddənin hissəciklərinin ölçüsü 1 nanometrlə 100 nanometrin arasındadırsa, yəni 1 nanometrdən böyük, 100 nanometrdən kiçikdirsə, onda bu cür sistemlərə kolloid məhlullar deyirik. Kolloid məhlullara, məsəl üçün, nişastanın suda məhlulunu və yaxud da maye yapışqanları misal göstərə bilərik. Ümumiyyətlə, kolloid məhlullar özü yapışqanlıq tərkibə malik olurlar. Və sonda bizim geniş öyrənəcəyimiz həqiqi məhlul. Həqiqi məhlulda paylanan maddənin hissəciklərinin ölçüsü 1 nanometrdən kiçik olur. Məsələn, şəkərin suda məhlulu həqiqi məhluldur. Xörək duzunun suda məhlulu həqiqi məhluldur. İndi isə gəlin baxaq görək həll olma nədir? Ümumiyyətlə, həll olmasına görə maddələr neçə yerə bölünür? Maddələrin həll olma qabiliyyəti müxtəlifdir. Eyni bir həll edicidə, məsəl üçün, həll edici olaraq tutaq ki, suyu götürsək, müxtəlif maddələr müxtəlif cür həll olur. Yəni, məsələn, 1 litr su götürsək, o 1 litr suda bəzi elə maddələr var, çox yaxşı həll olur, elələri var, az həll olur, hətta elə maddələr var ki, ümumiyyətlə suda həll olmurlar. Ümumiyyətlə, 1 litr suda həll olmağına görə maddələr 3 qrupa bölünür. Əgər 1 litr suda və yaxud da 1000 ml suda maddə 10 qramdan çox həll olursa, bu yaxşı həll olan maddədir. Əgər 1 litr suda və yaxud da 1000 ml suda həll olan maddənin kütləsi 0,1 qramla 10 qram aralığındadırsa, onda bu maddə az həll olan maddədir. Əgər 1 litr suda həll olan maddənin kütləsi 0,1 qramdan az olarsa,
onda bu maddə praktik olaraq həll olmayan maddə adlanır. Həll olma qabiliyyətindən asılı olaraq, ümumiyyətlə belə deyim də, məhlulun tərkibindəki həll-edicinin həll olma qabiliyyətindən asılı olaraq məhlullar aşağıdakı qruplara bölünür. Var duru məhlul, qatı məhlul, bir də var doymuş, doymamış, ifrat doymuş məhlul. Əvvəla gəlin baxaq görək duru məhlul nədir, qatı məhlul nədir? Əgər həll olan maddənin, belə deyim, həll edicidə az bir hissəsini həll ediriksə, bizim alacağımız məhlul duru məhluldur. Yox, həll olan maddəni daha çox həll etsək, onda biz alarıq qatı məhlul. Məsələn, tutaq ki, 1 stəkan suda biz əgər 4 dənə, 5 dənə şəkər həll etsək, bizim alacağımız məhlul olar duru. Yox, əgər 5-dən çox, 10 dənə, 15 dənə qənd həll etsək, artıq biz alarıq qatı məhlul. Bəs yaxşı, doymuş, doymamış, ifrat doymuş məhlul nə deməkdir? Maddənin daha həll ola bilmədiyi məhlul doymuş məhluldur. Həll olan maddənin müəyyən qədərinin də həll ola biləcəyi, həll ola bildiyi məhlul doymamış məhlul adlanır. Ümumiyyətlə, gəlin bu doymuş məhulla doymamış məhlulun bir də fərqinə baxaq. Adilə adı üstündə, yəni bunu biz belə bir misal əsasında da tam başa düşə bilərik. Məsələn, belə deyək də, biri var, süfrədən doyub qalxırsan, yəni məsələn, da artıq yeyə bilmirsən, artıq yəni sən mədən götürdü, yəni artıq sığışmır, artıq qəbul eləyə bilmirsənsə, sən doymuşsan. Yəni maddənin də artıq miqdarında həll-edicidə həll eləyə bilmirsənsə, artıq o doymuş məhluldur. Yox, əgər belə deyək, yeməyi yemisiniz, amma yenə hələ də yeyə biləcəyinizi düşünürsünüzsə, deməli hələ doymamısınız. Məhlul da belədir. Əgər maddənin müəyyən bir hissəsini həll etmisinizsə və görürsünüz ki, daha da həll edə bilərsiniz, ondan müəyyən qədər, demək bu məhlul doymamış məhlul adlanır. Bir də var ifrat doymuş məhlul. İfrat doymuş məhlul nədir? Doymuş məhlulu qızdırmaqla həll olan maddənin əlavə miqdarının da həll olunmasından alınan məhlula biz deyirik ifrat doymuş məhlul. Tərifdən də göründüyü kimi ifrat doymuş məhlulu biz doymuş məhlulu qızdıraraq alırıq. Belə deyək, məsələn, tutaq ki, 1 stəkan suda, məsələn deyirəm, 2-3 qaşıq şəkər, 2-3 qaşıq tutaq ki, şəkər həll olur və doymuş məhlul alınır. Və siz fikir versiniz ki, o şəkərin artıq miqdarını tökdükdə o suyun içərisinə, o artıq çökməyə başlayır məhlulun dibinə. Və siz o suyu, o məhlulu qızdırdıqda, həmən o çökən şəkər də başlayır məhlulda həll olmağa və artıq ifrat doymuş məhlul alırsınız. İfrat doymuş məhlul özü qızdırıldıqda əmələ gəldiyinə görə soyutduqda həll olan maddənin nə qədər ki artıq miqdarı həll olmuşdursa, onun hamısı çökür qabın dibinə. Həll olma əmsalı. Həll olma əmsalı nədir? Biz dedik ki, maddələrin həll edicilərdə həll olması müxtəlifdir. Yaxşı həll olan var, pis həll olan var, ümumiyyətlə həll olmayanlar var. Bunları ölçən kəmiyyətə biz həll olma əmsalı deyirik. Yəni maddənin hansı dərəcədə həll olmağını ölçən kəmiyyətə həll olma əmsalı deyirik. Həll olma əmsalı nədir? Müəyyən temperaturda 1 litr həll edicidə maddənin həll ola bilən maksimum miqdarına həll olma əmsalı deyilir. Onu da qeyd edim ki, həll olma əmsalı yalnız doymuş məhlullar üçün keçərlidir. Niyə? Çünki siz onsuz da doymuş məhlul nə demək idi? Dedik maddənin, həll olan maddənin artıq miqdarının həll ola bilmədiyi məhlul idi də doymuş məhlul. Yəni sən artıq o maddənin maksimum nə qədər həll ola bilirsə onu həll eləmisən ki, o doymuş məhlulu almısan. Demək onda həll olma əmsalını biz yalnız doymuş məhlullar üçün hesablaya bilərik. Həll olma əmsalı KH-lı işarə olunur və həll olan maddənin kütləsinin həlledicinin kütləsinə, həlledicinin həcminə olan nisbəti ilə ölçülür. Yəni KH bərabərdir M maddə bölünsün V həlledici vurulsun 1000-ə. Və yaxud da əgər bizə həlledici kimi su verilərsə, biz bilirik ki, suyun sıxlığı 1-ə bərabərdir. Yəni suyun 1 qramının tutduğu həcm 1 litr olduğuna görə suyun sıxlığı 1-ə bərabərdir. Yəni onda belə çıxır ki, suyun 1 qramı elə 1 litr həcm tutur. Məsələn, həlledici kimi bizə su verilərsə, biz bu düsturda V həlledicinin yerinə elə M su, yəni suyun kütləsini də yaza bilərik. Və yaxud da tutaq ki, bizə həll olan maddənin kütləsini verir, bir də ümumi məhlul verir. Məsələn, həlledicini vermişsə, onda növbəti vaxt bu düsturdan istifadə edərək həll olma əmsalını hesablaya bilərik. KH bərabərdir M maddə bölünsün, M məhlul çıxılsın, M həll olan maddə vurulsun 1000. Həll olma əmsalının vahidi isə qram bölünsün litrə bərabərdir. Yəni qram bölünsün litrlə ölçülür həll olma əmsalı. Ümumiyyətlə həll olma əmsalının özünün asılı olduğu kəmiyyətlər var. Nədən asılıdır həll olma əmsalı?
Həll olma əmsalı temperatur və təzyiqdən asılıdır ki, burada da biz baxırıq məhluldakı həll ediciyə. Məhluldakı həll edici iki cür ola bilər. Bərk maddə ola bilər və yaxud da qaz ola bilər. Bərk maddələrin həll olma əmsalı yalnız temperaturdan asılıdır. Bərk maddənin həll olduğu məhlulun temperaturunu artırdıqda onun həll olma əmsalı artmağa başlayır. Yəni məhlulu qızdırdıqda bunu biz canlı belə deyim, özümüzdə müşahidə eləyə bilərik ki, məhlul nə qədər qızdırılırsa, həll olan maddənin də həll olan kütləsi artmağa başlayır. Onda burdan belə çıxır ki, bərk maddələrin suda həll olması eksotermik prosesdir. Bərk maddənin həll olmasını artırmaq üçün biz onu qızdırırıq, düzdürmü? O temperaturu elə bil biz ona veririk. O da udur, o temperaturu udur ki, həll olması artır. O temperaturu biz onu qızdırdığımız üçün artıq bu proses olur endotermik proses. Demək, bərk maddənin həll olması asılıdır temperaturdan, düz mütənasib asılıdır. Yəni temperatur artdıqca bərk maddənin həll olması artır. Amma qazlarda tərsinədir. Qazların həll olması temperaturla tərs mütənasib asılıdır. Yəni temperatur artırıldıqda qazların suda həll olması azalır. Bir də var həll olma əmsalına təzyiqin təsiri. Uşaqlar, həll olma əmsalına təzyiq ümumiyyətlə biz istər tarazlıq mövzusunda, istər biz ümumiyyətlə qeyd etmişdik axı ki, təzyiq yalnız qazlara göstərilə bilər də, qazlara aiddir. Onda təzyiqin, belə deyim, təzyiq artırıldıqda qazların həll olması artır. Buna görə də KH-ın P-dən asılılığı qazlar üçün düz mütənasib asılılıqdır. Yəni təzyiq artdıqda qazların həll olması artır. Amma təzyiq bərk maddələrin həll olmasına heç bir təsir göstərmir. Yəni biz o məhlula təzyiq göstərsək də, göstərməsək də o bərk maddənin həll olması necədirsə, elə də qalır.